Deməli, uşaqlar, biz sizinlə mənsubiyyət kateqoriyasına qədər mövzunu keçmişdik. Onlar haqqında danışdıq, bütün xırdalığa toxunduq, nə var nə yox, hamısının izahını rahat yolla verdik. Bugün isə isim mövzusunun canı olan, özəyi olan, onurğa sütunu olan hal mövzusuna qədəm qoyacağıq. İsimdə əsas mövzu, yəni əsas düşən mövzu bir mənsubiyyətdir. Mənsubiyyəti möhkəm şəkildə öyrənin. Bir də ki, hallardır. Bunları möhkəm şəkildə öyrənin. İndi diqqətlə qulaq asaq. Hallar. Yoldaşlar, biz bilirik ki, orta məktəbdən də məlumatımız var ki, ismin 6 halı mövcuddur. Adlıq hal, yiyəlik hal, yönlük hal, təsirlik hal, yerlik hal və çıxışlıq hal. Biz bunlar haqqında səthi məlumatları verməyəcəyik. Çünki səthi məlumatları onsuz da hər birimiz orta məktəbdən bilirik bunları. İbtidai sinifdə filan keçirilir. 6 dənə hal var. Nə bilim, adlıq halın xüsusi şəkilçisi yoxdur falan filan. Biz bunların testlər üzərində işlənmə qaydası, testlər üzərində daha çox hansı fiqurlar düşür, hansı formatda düşür və eyni zamanda əsas məqamları nələrdir, onları toxunacağıq. Gəlin ilk olaraq adlıq haldan başlayaq. Adlıq hal 6 dənə halın içərisində xüsusi şəkilçisi olmayan haldır. Amma bəzən şagirdlər xüsusi şəkilçisi yoxdur anlayışına aldanıb, deyirlər ki, müəllim, bunun xüsusi şəkilçisi yoxdur da, onda yəqin ki, bu ancaq şəkilçisiz işlənən hallar şəkilçisiz işlənir bunlar. Xeyr, bu yanaşma yanlışdır. Adlıq halın özünün xüsusi şəkilçisi olmaya bilər. Amma ismə məxsus olan bir sıra qrammatik şəkilçilər var ki, onlar sözə qoşularaq adlıq halı yarada bilərlər. Aydın oldu, amma həmin şəkilçilər adlığın xüsusi şəkilçiləri deyil. Məsələn, biz ismin mənsubiyyət şəkilçisini qoşaraq adlıq hal yarada bilərik. İsmin cəm şəkilçisini sözə qoşaraq adlıq hal yarada bilərik. İsmə məxsus xəbərlik şəkilçisini qoşub biz adlıq hal yarada bilərik. Yəni qısacası, adlıq hal ya cümlə daxilində şəkilçisiz formada işlənir. Məsələn, deyirəm ki, nümunə yazaq hər birinə. Deyirəm ki, kitab. Kitab gözəldir. Kitab gözəldir. Baxın, bu nümunədə görürük ki, kitab sözündə heç bir şəkilçi işlənməyib. Sadə kök formasında işlənib. Deməli, bu adlıq hal hesab olunacaq. İndi burada adlıq hal standart formadadır. Yəni şəkilçisiz işlənib. Amma gəlin bu formaya nəzər salaq. Dediyi xüsusi şəkilçisi olmasa da xəbərli şəkilçisini qəbul edə bilər. Mənsubiyyət şəkilçisini qəbul edə bilər. Cəm şəkilçisini qəbul edə bilər. Gəlin bunlara nəzər salaq. Məsələn, kitablar gözəldir. Yazıram, kitablar gözəldir. Bu nümunədə adlıq hal hesab olunacaq. Nəyə görə? Axı burada şəkilçi işlənib, müəllim. Axı dedik, adlıq halda şəkilçi işlənmir. Biz belə qayda deməmişik. Nə də ki, kitablar bizə belə qayda demir. Kitablar deyir ki, adlıq hal ya ümumiyyətlə cümlə daxilində şəkilçisiz işlənir, ya da ki, xəbərli şəkilçisini, mənsubiyyə şəkilçisini və cəm şəkilçisini qəbul edə bilir. Kitab sözün kökü, lar da bizim cəm şəkilçimiz və adlıq hal hesab olunacaq. Və yaxud da deyirəm ki, oxuduğum kitabdır. Oxuduğum kitabdır. Nöqtə. Sözün kökü kitabdır da sözə qoşulan xəbərli şəkilçisi. Sözə qoşuldu, sözü xəbər elədim. Deməli, adlıq hal hesab olunacaq. Və yaxud da deyirəm ki, kitabın məndədir. Belə bir nümunə yazacağam. Kitabın məndədir. Məndədir. Burada görürsünüz, bu ın şəkilçisi biz mənsubiyyət keçmişdik sizlə. Mənim, sənin, onun, bizim, sizin, onların. Gəlin indi bunu təsdiq edək. Kitabım məndədir. Sənin kitabın məndədir. Deyə bilirəm?
Bəli, deyə bilirəm. Deməli, buradakı ın şəkilçisi nə imiş? İkinci şəxsin təkinin mənsubiyyətində işlənmişmiş. Aydın oldu? Deməli, buradakı bu ifadə hansı haldadır? Adlıq haldadır. Burada ını görüb, dərhal deməyin ki, ay müəllim, yəlik halın şəkilçisidir, ona görə yəlik halda götürəcəyik. Xeyr, yəlik halın şəkilçisi deyil. Düzdür, mən sizlə razıyam. In şəkilçisi, ın üstü 4 şəkilçisi yəlik halda da qarşımıza çıxacaq. Ancaq yəlik halın ın şəkilçisi ilə mənsubiyyətin ın şəkilçisi eyni deyil. Onları fərqləndirməliyik. Fərqləndirmək üçün də rahatlıqla sənin ifadəsini sözün qarşısına artıra bilərik. Əgər bu ifadəni sözün qarşısına artıra biliriksə, deməli adlıq haldadır. Artıra bilmiriksə, deməli yəlik haldadır. Bunun indi fərqli cəhətlərini birazdan keçəcəm sizə. Birazdan bunun haqqında danışacağıq. Bundan əlavə, cümlə daxilində müraciəti bildirən sözlər bəzən ola bilər. Deyə bilərlər ki, adlıq hal cümlədə xitab mövqeyində işlənə bilərmi? Xitab kimi işlənə bilərmi? Cavab olaraq deyəcəyik ki, bəli, işlənə bilər. Məsələn, deyirəm ki, Əli, mənə bax. Mənə bax. Mən burada kimə müraciət elədim? Əliyə müraciət elədim də, düz deyil. Deməli, Əli burada müraciət olunan şəxsdir, yəni, belə deyim, xitabdır və hal olaraq sorulsa, deyəcəyik ki, cümlədə xitab mövqeyində işləndiyi üçün hesab olunur adlıq hal. Yadınızdan çıxartmayın. Bundan əlavə, sual oluna bilər ki, baxın, adlıq hal cümlədə təyin mövqeyində işlənə bilərmi? Biz bilirik ki, təyinlər necə, nə cür, hansı, neçə, nə qədər, neçənci suallarından birinə cavab verir. Adlıq halda olan söz təyin ola bilərmi? Xeyr. Şagirdlər deyir ki, xeyr, müəllim, ola bilməz. Mübtəda olar, xəbər olar da, təyin olmaz. Deyirəm, nəyə görə təyin olmaz? Deyir ki, yəni, olmaz da. Deyirəm, bax indi bura. Əgər bizim isimlərimiz, məsələn, deyirəm ki, torpaq, daş kimi bərkimişdi. Burada daş kimi sözü hansı haldadır desək, deyəcəyik ki, daha doğrusu bizə dəqiqə sileyim. Daş kimi torpaq, nə bilim, əlverişsiz olar. Belə bir cümlə qurduq. Burada görürük ki, daş ismi kimi qoşması ilə birləşdi və biz bunun halını soruşsaq və yaxud da sizdən bunun halını soruşsam, o saat bu tipdə olan cümlələrdə bu tipdə olan ifadələrin adlıq halda deyəcəksiniz. Deməli, adlıq halda olan söz müstəqil şəkildə, yəni tək formada, bayaqki cümlələrdə olduğu kimi təyin ola bilməz. Bəs necə təyin olacaq? Adlıq halda isim plus qoşma. Bu formada işlənsə, təbii ki, şəkilçisiz. Bu formada işlənsə, cümlədə təyin mövqeyində işlənə, çıxış edə bilər. Aydın oldu, geri qalan vəziyyətdə təyin kimi ola bilməz. Və yaxud da heç kimi ifadəsi işlənməyə də bilər cümlə daxilində. Məsələn, deyirəm ki, daş bina. Yazıram daş bina. Burada daş da isimdir. Nə daş? Bina da isimdir. İkisi də isimdir nitq hissəsi olaraq. Yan-yana gəliblər. Burada yadda saxlayın, iki isim yan-yana gələndə sifətləşmə hadisəsi baş verir. Amma sifətləşsələr də hər biri ayrı-ayrılıqda isim kimi götürülməlidir nitq hissəsi olaraq. Daş bina. Daş da ayrılıqda nə sualına cavab verir?
Bina da ayrılıqda nə sualına cavab verir. Amma bunlar birləşib bir birləşmə yaradanda daş bina, necə bina? Sifətin sualı çıxır ortalığa. Sifətin sualı çıxsa da, biz bunlardan heç birisinə sifət deyə bilmərik. Bunlar isim olaraq qalırlar. Sadəcə halını soruşsaq, deyəcəyik ki, burada isim, yəni bu daş sözü isimdir, amma cümlədə təyin mövqeyində işlənmişdir. Hal olaraq da adlıq haldadır. Əsasən %95% bu tipdə nümunələr düşür bizim qarşımıza, çıxır bizim qarşımıza. Aydın oldu? Yadınızdan çıxartmayın. Hə, bir də onu sizin nəzərinizə çatdırım ki, adlıq halda bayaq dedik ki, xüsusi şəkilçi yoxdur, amma bunları qoşula bilər özünə. Yadda saxlayın. Bu qeyd etdiyim şəkilçiləri bir-bir ayrı-ayrı da qoşa bilər. Üçünü bir yerdə də qoşa bilər özünə. Məsələn, yazıram ki, kitablar cəm, kitablarım, mənim kitablarım, mənsubiyyət, kitablarımdır. Bu da şəxs. Bu söz hansı haldadır deyə sual versələr, deyəcəyik ki, bu 100% adlıq haldadır. Nəyə görə? Çünki adlıq halın özünə qoşa biləcəyi bütün qrammatik şəkilçiləri özünə qoşub. Kitab sözün kökü lar, deməli, qrammatik şəkilçisi, cəm şəkilçisi, im, mənsubiyyət şəkilçisi, dır da şəxs şəkilçisidir. Yadınızdan çıxartmayın. Buna deyirlər kompleks adlıq hallı sözlər. Kompleks adlıq halda olan sözlər. Nəyə görə kompleks deyirlər? Çünki 3 ehtimalın 3-ü də bir sözdə özünü göstərir. Sonra gəldik. Sonra gəldik yəlik hal. Yəlik halın iki forması var. Ümumiyyətlə, əvvəlcə onu deyim ki, adlıq halda biz dedik ki, ilk sözümüz o oldu ki, bu halın xüsusi şəkilçisi yoxdur. Amma adlıq yəlik halda bu belə deyil. Yəlik halın xüsusi şəkilçisi var. In üstü 4. In, in, un, ün şəkilçisidir. Yəlik halın iki forması var. Müəyyən yəlik hal və qeyri-müəyyən yəlik hal. Müəyyən yəlik halda birləşmə daxilində bu şəkilçi işlənir. Məsələn, deyirəm ki, gülün ətri. Gülün ətri. Görürsünüz, şəkilçi işlənib. Və yaxud da deyirəm ki, kitabın üzü. Görürsünüz, şəkilçi işlənib. Bu tipdə birləşmələr adlanır dilimizdə müəyyən yəlik hallı birləşmələr. Amma dilimizdə qeyri-müəyyən yəlik hallı birləşmələrdə isə bu şəkilçilər işləmir. Yəni söz daxilində, birləşmə daxilində yəlik halın özünün şəkilçisi işlənmir, öz şəkilçisi. Amma işlənməsə də biz onu yerinə qoyub bərpa edə bilərik. Məsələn, gülün ətri ifadəsini biz necə qeyri-müəyyən formada işlədəcəyik? Təbii ki, şəkilçini itirəcəyik oradan. Gül ətri. Kitabın üzü ifadəsini biz necə qeyri-müəyyən formada işlədəcəyik? Şəkilçini itirəcəyik. Olacaq kitab üzü. Aydın oldu. Baxın, kitab üzüdür. Biz rahatlıqla onu müəyyənə çevirə bilərik. Kitabın üzü, gül ətri, gülün ətri, maşın təkəri, maşının təkəri, nə bilim, qapı cəftəsi, qapının cəftəsi, nə bilim, ev qapısı, evin qapısı. Başa düşdünüz? Bu kimi ifadələr dilimizdə müəyyən və qeyri-müəyyən yəlik halının fərqləndirilməsidir. Və yaxud da müəyyən və qeyri-müəyyən yəlik hallı hallara nümunədir. Bundan əlavə, biz yəlik halın şəkilçisini indi qeyd etdik ki, in, in, un, ün, yəni in üstü 4 şəkilçisidir. Bu şəkilçi
Bu şəkilçi amonim şəkilçidir. Amonimlər nədir? İslam, Yazılışı ilə deyilişinin mənaları fərqli. ay sağ ol. Yazılışı və deyilişi eyni, mənaları isə müxtəlif olan sözlər və şəkilçilər adlanır amonimlik daşıyan ifadələr. In şəkilçisi, ın üstü 4 şəkilçisi amonim şəkilçidir. Yəni yazılışı və deyilişi eynidir, mənaları isə müxtəlifdir. Necə müxtəlifdir? Baxın, ın şəkilçisi həm yəlikal şəkilçisi hesab olunar, həm də ikinci şəxsin təkinin mənsubiyyəti olar. Yəni sənin ifadəsi də, sənin, mənim, sənin ifadəsi. Görürük ki, eyni cür yazıldı, müxtəlif formalar ifadə etdi. Yadda saxlayın yoldaşlar. Əgər ın ifadəsi ikinci şəxsin təkinin mənsubiyyətindədirsə, deməli o adlıq, həmin ifadədə ın şəkilçisi adlıq hal ifadə eləyir. Yox, əgər ikinci şəxsin təkinin mənsubiyyətini bildirmirsə, zaten bilirik ki, yəlik hal ifadə eləyir. Bəs biz bunları necə fərqləndirək? Baxın yoldaşlar, əgər ifadədə ın işlənibsə, ından sonra öz ifadəsini artır. Əgər öz ifadəsi uyğundursa, deməli orada ın şəkilçisi adlıq hal şəkilçisidir. Yox, əgər ının əvvəlinə, yəni ınla işlənən sözün əvvəlinə öz artıra bilmiriksə, deməli oradakı ın şəkilçisi yəlik hal şəkilçisidir. Məsələn, belə bir nümunə yazacağam. Deyirəm ki, bunu silin. Məsələn, yazıram düşüncələrin gücü bir də yazıram düşüncələrin maraqlıdır. Düşüncələrin gücü və düşüncələrin maraqlıdır. Hər iki nümunədə görürük ki, in şəkilçisi ilə işlənən eyni söz var. Biz nə etməliyik burada? Dedik ki, ın üstü 4 şəkilçisi həm mənsubiyyəti ola bilər, həm də yəlik ola bilər. Fərqləndirmək üçün nə edirik? Öz artırırıq. Uyğundursa adlıqdır, uyğun olmursa yəlik hal götürüləcək. Düşüncələrin gücü. Öz düşüncələrin gücü deyə bilərik uşaqlar. Kömək eləyin mənə. Xeyr, mən. Deyə bilmərik. Deyə bilmiriksə, oradakı in şəkilçisi nə imiş? Yəlik. Ay sağ olun, yəlik imiş. Amma deyirəm ki, düşüncələrin maraqlıdır. Mən burada öz artıra bilirəm. Adlıq olacaq. Maraqlıdır. Bəli, öz artıra bilirəm. Öz düşüncələrin maraqlıdır və yaxud da sənin düşüncələrin maraqlıdır. Buradakı inli ifadə isə, yəni in ifadəsi isə mənsubiyyət şəkilçisi hesab olunacaq və bu da adlıq halda hesab olunacaq. Yəni adlıq halda götürüləcək. Anlada bildim nə demək istəyirəm sizə? Bəli. Əla. Əsas bunu bilin. Adlıqla yəliyi fərqləndirə bilirsinizsə, deməli artıq yolun 70%-ni keçmiş oldunuz. Digər 30% də təsirli yalla bağlıdır. İndi deyəcəm onu. Bundan əlavə yəlik hallı söz bəzən testə düşür ki, yəlik hal kimə yəlik hal deyəcəkdim, yəlik hal kimə oxşayır? Yəlik hal özündən sonra mənsubiyyət şəkilçisi qəbul edir. Bəli. Məsələn, deyirəm ki, kitabın, bayaq yazdığı, kitabın üzü.
Kitabın üzü. Kitabın yəlikdir, üzü, onun üzü. Onun deyə bilirəm də. Deməli, bu da mənsubiyyətdir. Deməli, bu birləşmədə bu yəlikdir, bu da mənsubiyyətdirsə, mənsubiyyət hansı halda hesab olunur? Uşaqlar, Adlı Adlı. halda. adlı halda Adlı. hesab olunur. Deməli, bu birləşmədə hansı hallar var? Yəlik və adlı hal var. Yerliklə Amma mənsubiyyət. İndi mənsubiyyət olduğuna görə də hal olaraq seçəcəyik adlı hal. İndi sual oluna bilər ki, şagirdlərdə belə bir sual yaranır ki, yəlik haldan sonra mən həmişə mənsubiyyət gətirməliyəm və yaxud da yəlik haldan sonra gələn hər sözü mən harda gördüm mənsubiyyət götürməliyəm? Xeyr. Baxın yoldaşlar, bəzən yəlik hal cümlədə ismi xəbər mövqeyində işlənə bilər. Həmin mövqedə işlənəndə qurtardı, getdi. Biz onu deyə bilmərik ki, ondan sonra mənsubiyyət gələcək. Çünki artıq əgər yəlik hal xəbər mövqeyindədirsə, cümləni artıq bitirir. Ondan sonra nəsə gələ bilməz. Məsələn, deyirəm ki, kitab Ayselindir. Kitab Ayselindir. Görürsünüz, burada yəlik halda avtomatik olaraq. Öz Ayselindir demək olmur. Kitab Ayselindir və dir şəkilçisini qəbul edib cümlədə xəbər olub. Necə xəbər? İsmə qoşulduğu üçün ismi xəbərdir və bununla da artıq cümləni yekunlaşdırıb. Və görürsüz, yəlik halda amma özündən sonra heç nə gəlməyib. Deməli, yəlik haldan sonra həmişə mənsubiyyət ifadəsi gəlir fikri köklü surətdə yanlışdır. Gələ də bilər, gəlməyə də bilər. Yadınızdan çıxartmayın. Çıxartmayın nə idi ay Allah. Xəstələnmişəm, bütün hərfləri qəribə-qəribə deyirəm. Aha. Sonra gəldik. Təsirli kal qoy deyək. Yönlü kal birazdan deyirəm, o azdır. Təsirli kal. Təsirli kalında ən əvvəl deyək, xüsusi şəkilçisi var. I üstü 4 şəkilçisi. Yəni I, I, U, Ü şəkilçisidir. Bu şəkilçi də bizə nəyi xatırladır? Baxın, üçüncü şəxsin mənsubiyyəti hansıdır? Onun kitabı. Üçüncü şəxsin mənsubiyyətində də biz I artırırıq. Deməli, I şəkilçisi də yəlik halda olduğu kimi amonim şəkilçisidir. Hardan bildim? Həm təsirli kalın şəkilçisi ola bilər. Həm adlı xal. ay sağ ol. Həm təsirli kalın şəkilçisi ola bilər, həm də adlı xal deməyəydi, həm də mənsubiyyət ola bilər. Mənsubiyyət olduğunda adlı xal kimi götürür. Çünki adlı xalın axı İslam şəkilçisi yoxdur. Ona görə biz deyə bilmərik adlı xalın ola bilər. Mənsubiyyət deyək, onunla adlığı belə deyək də quraşdıraq. Bəs biz bunları necə fərqləndirək? Fərqləndirmə yolları eynidir. İstənilən halı, istər təsirlik olsun, istər yəlik olsun. Fərqləndirməyin bir dənə yolu var. Deməli, öz artır qabağına. Öz artır. Uyğundursa, deməli, mənsubiyyətdir, o da adlıq götürüləcək. Öz artır. Uyğun deyilsə, təsirlik hal götürüləcək. Yəqin ki, başa sala bildim. Məsələn, deyirəm ki, kitabları aldım. Kitabları məndədir. Kitabları aldım və kitabları məndədir. İndi gəl buna baxaq. Kitabları aldım. Nəyi aldım? Nəyi sualı çıxırsa, deməli o təsirlik haldır. Və eyni zamanda öz artıraq. Öz kitabları aldım deyə bilirəm. Xeyr, deyə bilmirəm. Deməli, bu təsirlik haldadır, buradakı I şəkilçisi. Amma deyim, kitabları məndədir. Öz kitabları məndədir. Və yaxud da onun kitabları məndədir. Buradakı I şəkilçisi isə hesab olunacaq adlı hal. Daha doğrusu mənsubiyyət, o da adlı hal hesab olunur. Aydın oldu.
Yadınızdan çıxartmayın. Sonra deməli adlıq halında iki forması var. Müəyyənlik bildirən adlıq hal, üzr istəyirəm, təsirlik halında iki forması var. Müəyyən təsirlik hal və qeyri-müəyyən təsirlik hal. Quruluş eynidir, standartdır. Şəkilçi varsa müəyyəndir, yoxdursa özünü artıra bilirsənsə qeyri-müəyyəndir. Məsələn, deyirəm ki, yerdən bir daşı götürdüm, yerdən bir daşı götürdüm, götürdüm. Bir də var ki, yerdən bir daş götürdüm. Yerdən bir daş götürdüm. Görürsünüz, bu nümunədə şəkilçi işlənib və nəyi sualı çıxır? Burada isə şəkilçi işlənməyib, amma özüm artıra bilirəm. Daş götürdüm, daşı götürdüm. Nə götürdüm, nəyi götürdüm? Yadınızdan çıxartmayın. Sonra gəldik yönlük hal. Yönlük hal adından da göründüyü kimi yön, istiqamət bildirir. Amma yönlük hal yadda saxlayın ki, həmişə yön və yaxud da həmişə istiqamət bildirmir. Bəzən yönlük hal yön və istiqamət bildirməklə yanaşı, həm də bitiş nöqtəni bildirə bilər. Yadınızdan çıxartmayın. Həm yön bildirir, həm istiqamət bildirir, həm də bitiş nöqtəni bildirə bilər. Məsələn, bu tamamilə aid olduğu xəbərin zamanından asılıdır. Məsələn, deyirəm ki, dağa çıxıram. Dağa çıxıram. Burada fikir verin, istiqamətim bildirir. Düz deyil, mənim çıxış istiqamətim. Hal-hazırda mənim yönüm, istiqamətim dağa doğrudur. Aydın oldu? Amma desəm ki, dağa çıxdım, bu artıq belə deyim sizə, bitiş nöqtə olacaq. Çünki sən artıq bu prosesi bitirdin, yekunlaşdırdın. Aydın oldu? Deməli, yönlük hal istiqamət bitiş bildirir, istiqamət yön bildirir, ancaq fikri yanlışdır. İstiqamət də bildirə bilər, yön də bildirə bilər, bitiş nöqtəsini də bildirə bilər. Yadınızdan çıxartmayın. Deyə bilərsiniz ki, müəllim, elə bir nümunə ola bilərmi ki, orada yönlük hal olsun, amma yön də bildirməsin, istiqamət də bildirməsin, bitiş də bildirməsin, heç nəyi bildirməsin. Amma o yönlük halda götürülsün. Bəli, belə bir nümunələr qarşımıza çıxacaq. Məsələn, deyirəm ki, kitabı 10 manata aldım. Burada görürsün manat sözü A. Şəkilçini görürük də. A şəkilçisi hansı haldadır? Yönlük haldadır. Amma biz burada manata sözünün yön, istiqamət və yaxud da bitiş nöqtəsinin bildirdiyini deyə bilmərik. Sadəcə sırf şəkilçiyə görə biz bunu məcburuq yönlük halda götürək. Aydın oldu? Heç bir məzmunu cəhətin özündə birləşdirməyib. Sadəcə şəkilçiyə görə belə götürürük. Və yaxud da deyirəm ki, çörəyi ikiyə böldüm. Çörəyi ikiyə böldüm. İkiyə sözü istiqamət, bitiş, yön bildirmir. Amma şəkilçi işləndiyinə görə mən bunu yönlük halda götürəcəm. Yadınızdan çıxartmayın. Bu bizim oldu yönlük halımız. Yerlik və yadda saxlayın. Sual kimi təqdim olunsa ki, yönlük halın əksini bildirən hal hansıdır və yaxud da bir-biri ilə heç vaxt qovuşmayan hal hansıdır? Necə? Çıxışlıq. Bəli, çıxışlıq haldır. Çünki çıxışlıq hal məzmunca sənin işə başladığın nöqtəni bildirir, yönlük hal isə sənin bitiş nöqtəni bildirə bilər. Aydın oldu? Məhz bu xüsusiyyətinə görə deyirik ki, bu hallar bir-birinə qovuşmayan haldır. Məsələn, deyirəm ki, evdən çıxdım, işə gəldim.
Prosesə başladığım yer evdir. Prosesi bitirdiyim yer işdir. Deməli, məzmunca bir-birinin əksini bildirən hallardır. Yadda saxlayın ki, çıxışlı hal. Əgər çıxışlı halın şəkilçisi, yəni dandən, sonu n-mı ilə bitən sözlərdən sonra işlənsə, həmin dandən tələffüz zamanı nan-nəm versiyasını alacaq. Məsələn, deyirəm ki, sən, dən, görürsünüz, n-dan sonra işləndi dən. Tələffüzdə olacaq sən, nən. Burada dənin nən olmasına səbəb özündən əvvəl n samitinin gəlməsidir. Yadınızdan çıxartmayın. Sonra deyə bilərlər ki, yerlik halda bilirik dadə şəkilçisindən düzəlir. Kimdə, nədə, harada sualına cavab verir. Məsələn, Həsəndə, Hüseyndə, evdə, kənddə, eldə, obada bu tipli sözlər yerlik hallı söz hesab olunur. Bundan əlavə, sual kimi təqdim oluna bilər ki, çıxışlıq halla bərabər yönlük halında şəkilçisi fərqlənə bilər. Bəzən şagirdlər bunu düz götürür və əsaslandırmaq üçün də deyir ki, müəllim, məsələn, babaya sözü. Burada yönlük hal var da, bu tələffüz zamanı babaya şəklində deyilir. Ona görə də biz çıxışlıq hal kimi yönlük halında şəkilçisini deyə bilərik ki, fərqlənir. Amma I sözün kökündə deyə götürülmür də. Ay, sağ ol, bəli. Babaya. Burada şəkilçi fərqlənmir. Şəkilçi olduğu kimi qalır. Fərqlənən sadəcə sözün kökündə olan A saiti, açıq saitdir ki, qapalı saitə çevrilir. Burada şəkilçi fərqliliyi yoxdur. Sadəcə kök fərqlənir. O cəhətdən diqqətli olun. Yönlük halın şəkilçisi